Ön fənərlərin yuyulma funksiyasının çoxları faydasız bilir, ta ki palçıqlı tras yolu sürməyənə qədər. Suyu şüşə silgəclərinin çənindən götürürlər. Onu doldurmaqla həm şüşə silgəclərinin, həm də fənərlərin yuyulmasını təmin edə bilərsiniz. Çirkli fənərlər nəinki zəif işıqda, həm də böyük problemdir. Çünki üzərində olan çirk işığı fərqli istiqamətlərə yayır ki, qarşıdan gələn avtomobillərə problem olur. İlk dəfə 1970-ci illərdə Volvo və Saab avtomobillərində ön fənərlərin yuyulma funksiyası tətbiq olunub. Klassik avtomobillərdə yəqin ki, görmüşsünüz ki, hətta silgəc formasında fənərlərin yuyulması da var idi. Bu şüşələri cızdığından artıq texnologiya irəlilədikcə o funksiyadan vaz keçdilər. Sadəcə indi ön fənərlərin yuyulma funksiyası bu tərzdədir. Hətta bir çox ölkələrdə LED və ksenon quraşdırılan avtomobillərdə fənər yuyulma funksiyası qanun halındadır. Bu funksiya bir çox avtomobildə şüşə silgəclərinə qoşulub ki, onlara su vuranda fənərlər də yuyulur. Ayrıca düymə olaraq da quraşdırılan avtomobillər var və bu funksiya yalnız və yalnız işıqlar yanılı olanda aktivləşir. Çünki gündüz vaxtı fənərlərin yuyulmasına ehtiyac yoxdur.